C-Class Mercedes dizel. Demək, əngəli var bu dəfədə. Ventilyator dayanmadan işləyir. Soyutma ventilyator. Bu öndə olan bu. Mühərriki işə salanda dayanmır. İndi yəni soyuq motordur. Qoşaq baxaq görək. Demək, işə salmışam. Ventilyator bu şəkildə işləyir. Dayanmadan işləyir. Ventilyator niyə dayanmadan işləyir? Biraz araşdırdım ki, bəs relé var. Burada sürücü tərəfdən krelonun altındadır. Bura qoyurlar. Mən onu çıxartmışam, gətirmişəm bura. Onun ştekeri var, bura taxılır. Zamanla bura su dolur, torpaq dolur. Ventilyator dayanmadan başlayır işləməyə. Çox adam da elə bilir ki, bu yanıbdır. Bunda qiyməti 20 manat, 30 manat olur. Bunu dəyişməzdən öncə əmin olmaq lazımdır ki, bu işlək vəziyyətdədir ya yox. Ona görə də bunu çıxardıb yerinə salıb yoxlamaq lazımdır. Mən də bunu taxdım yerinə, qoydum bura. Artıq burada olacaq, içəridə olacaq. Kapotun altında. Təkərin yanında olmayacaq. Mən yoxladım. Məndə işləyir artıq orada.